Biri 150 min manatlıq avtomobilini, digəri 300 min manatını itirdi. Sosial platformalarda Fidan Zeyn kimi tanınan Fidan Rızayeva və Azirina kimi tanınan Əfsanə Qasımlı Bakıda fəaliyyət göstərən Beauty Time gözəllik salonları şəbəkəsinin sahibi Könül Həmzəyeva tərəfindən aldadıldıqlarını iddia edirlər. Xəzər xəbərin qaynar xəttinə müraciət edən Fidan Zeyn deyib ki, ona ötən ilin yayında Könül Həmzəyeva tərəfindən birgə gözəllik salonu açmaq təklif olunub və tərəflər razılığa gəliblər. Blogerin iddiasına görə o, bu arzusunu gerçəkləşdirmək məqsədi ilə 150 min manat vəsaiti Könül Həmzəyevaya təqdim edib. Könül Həmzəyeva layihənin tezliklə gerçəkləşdiriləcəyini vəd etsə də, nə salon açılıb, nə atelye. Həmin vəsait təyinatı üzrə xərclənməyib. Parçalar misal üçün 400 manata alınan parçanı yazıb 4000 manat. Yenə deyirəm, illik arenda verilməyib. Avadanlıqlar alınmayıb, hər biri arendadadır. Ümumi baxsaq heç 20 min eləmir. Fidan Zeyn bildirir ki, salon fəaliyyətə başladıqdan sonra qazancın bölgüsü məsələsi gündəmə gəldikdə Könül Həmzəyeva müxtəlif bəhanələrlə prosesdən yayınmağa başlayıb. Gah iş dəftərinin itdiyini, gah da ailəvi problemlərin olduğuna əsas gətirərək hesablaşmanı təxirə salıb. Beləliklə, tərəflər arasında qurulan ittifaq 3 aydan sonra pozulub. Fidan Zeyn iddia edir ki, pulunu geri tələb etdikdə isə hədə qorxu və şantajla təhdid edilib. Maşın da getdi, torpaq da getdi, iş də getdi və ən əsas mənəvi zərər. Tək maddi yox, mənəvi zərər. Azirina adlı tanınmış psixoloq Əfsanə Qasımlı isə bir neçə epizod üzrə aldadıldığını iddia edir. Deyir ki, Könül Həmzəyeva xarici ölkədən 120 min manat dəyərində avtomobil gətirəcəyini vəd edərək ondan ilkin olaraq 100 min manat alıb. Bir müddət sonra avtomobilin çatdığını bildirərək qalan məbləğin ödənilməsini tələb edib. Mən düşdüm borca, əmimdən aldım, qohumlarımdan aldım. Birtəhər mən bu pulu tamamlayıb bu insana verdim. Nə texpasport verildi, nə adıma keçirildi. Azirinanın digər iddiası isə təhsil məsələsi ilə bağlıdır. Mənə qayıtdı dedi ki, sən gəl Bakı Slav Universitetinin diplomu heç harda keçmir. Yəni o qədər bir manipulyasiya elədi ki. Dedi 50 min manat pul ver mənə, ən başlıq söhbətimiz belə olub. Səni Bakı Dövlət Universitetinə perevod eləyirəm. Ümumilikdə sizə nə qədər ziyan dəyib? 300 mindən çox. Hər iki bloger məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirir. İddialara aydınlıq gətirmək məqsədi ilə gün ərzində dəfələrlə Beauty Time gözəllik salonları şəbəkəsinin sahibi Könül Həmzəyeva ilə əlaqə saxladıq, amma telefonu açmadı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, Xətai rayon polis idarəsində istintaq araşdırmaları aparılır. Əmələ hüquqi qiymət veriləcəkdir. Sevinç Vaqif qızı, Əli Ələkbərov, Xəzər xəbər.